26 aprel 2026-cı il sizə daha bir məhsuldar sort haqqında məlumat vermək istəyirəm. Rubinov Yubiley. Gördüyünüz kimi hər gözdə iki möhtəşəm salxım. Ağacımızın boy verməsi möhtəşəm. Baxın, hər bir gözdə. Artıq birinci şpalerdən ikinci şpalerin arası bizdə 30 santimetrdir. Gördüyünüz kimi şpaleri keçib və hər bir gözdə bayaq qeyd etdiyim kimi məhsul. Bu isə bizim bu il yerə bastırdığımız çubuqlardır, hansı ki satışını nəzərdə tutduğumuz. Baxın, gördüyünüz kimi köksüz çubuqda belə məhsul var. Bunu sizə deməyim burada məqsəd odur ki, əgər bu çubuqları alsaz, iştil alsaz 3 il, 4 il məhsul gözləməyinizə ehtiyac yoxdur. Əkilən ildə məhsul verə bilər, amma ən geci ikinci ilində artıq bunlar məhsul verir. Bu gördüyünüz bağı mən keçən il əkmişəm. Bütün üzümləri burada hamısı keçən il əkilən üzümlərdir. Keçən ildə məhsul verən oldu. Bir 4 sortumuz keçən il məhsul verdi. Amma bu il demək olar ki 90%. Baxın, misal üçün Alisa v Stran Çudes. Baxın. Hər bir ağac demək olar ki məhsul verib. İnşallah ki sentyabr-oktyabr aylarında çubuq və çubuq və köklü işli satışına başlanılacaqdır və saylar məhduddur. Qeyd edim ki, saylar məhduddur. Maraqlı olsa, əgər hansısa bir forma sizin üçün maraqlı olsa, 2 nömrənin ikisi də profildə qeyd olunur. Hansı nömrəyə istəsəniz zəng vurub, əlaqə saxlayıb və iştil sifariş edə bilərsiniz.